Şəmkir rayon mərkəzi xəstəxanasında son günlər şəkər xəstələrinin üzləşdiyi vəziyyət ictimai narazılığa səbəb olub. Məlumatlara görə baş həkim Samir adlı şəxs tərəfindən qəbul edilən qərara əsasən şəkər xəstələri hər dəfə yeni dərman aldıqları zaman mütləq həkim müayinəsindən keçməlidirlər. Əslində bu qərar xəstələrin sağlamlığına nəzarət məqsədi daşısa da, xəstəxanada işçi çatışmazlığı və təşkilati qaydasızlıq ucbatında vəziyyət tamamilə əks nəticə verib. Müayinəyə gələn onlarla xəstə saatlarla növbədə qalır, vaxtında qəbul edilmir. Gecikmələr nəticəsində xəstəxananın qarşısında izdiham yaranır, yaşlı və səhhəti zəif olan şəkər xəstələri əlavə əzab çəkirlər. Xəstələr bildirirlər ki, bu vəziyyət onlara həm fiziki, həm də psixoloji cəhətdən təsir göstərir. Bəziləri vaxtında müayinədən keçə bilmədiyi üçün dərmanlarını ala bilmir, bu isə onların sağlamlığı üçün ciddi risk yaradır. Səhiyyə müəssisələrində məqsəd vətəndaşlara rahat və səmərəli xidmət göstərmək olmalıdır. Əgər qərarlar xəstələrin əzabını artırırsa, bu tənzimlənməli və dərhal aradan qaldırılmalıdır. Məsul şəxslərdən tələb olunur ki, Şəmkir rayon mərkəzi xəstəxanasında yaranmış vəziyyətə ciddi şəkildə diqqət yetirilsin, şəkər xəstələrinin narahatlığı aradan qaldırılsın və onların vaxtında tibbi xidmət alması təmin olunsun. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.